Salamlar, vaxtınız xeyir olsun. Mən Adgüzəl Lakşin, insan psixologiyası metodisti. Bilirsiniz, bugünkü mövzu nə ilə bağlıdır? Adətən belə bir tipli suallar gəlir. Alınan gərgin travmalar və bunların qaynaqları. İnsan orqanizmi, insan bədən metabolizmi fazası elə bir formalaşıb ki, hər zaman müsbət enerjisini daimi qorumağa çalışır. İstər idman eləsin, çölə çıxsın, ev daxilində. Enerji adətən nələrdənsə asılı olur. Ya insanlardan, ya hər hansı bir növ əşyalardan süni olaraq enerji itir. Və insanın həyatının ən önəmli inkişaf mərhələlərində, 20-li, 30-lu çağlarında elə qarşısına bir şəxs çıxır ki, sanki onun bütün həyat fəaliyyətini əmib, yox eləyib, enerjisini özünə çəkir. Daim olaraq sızıldayan, ofuldayan, qarşı tərəfə problem yaratmağa çalışan, bütün onun həyat fəaliyyətini daim olaraq parça-parça hissələrə bölüb, müsbət enerjisini mənfiyə çevirən insanlar. Bu insanlardan birbaşa uzaq durun, qaçın. İnsan yorulursan, tükənirsən, bir dənə müsbət bir şey görmürsən, ancaq mənfi üst-üstə yığılır və nəticədə itirsən. Və son olaraq da belə bir nöqteyi nəzər var. Adətən həmən bu kimi şeylərə qarşı tərəfə başa salanda sənə elə neqativ reaksiya gəlir ki, sanki səni söyürəm, təhqir edirəm, alçaldıram kimi pis hal. Bəs də yetər. Nə qədər davam edəcək bu kimi hallar?